Salam dostlar. Lətifə xanımı biz təxminən 7 ay öncə residiv postoperasyon yırtıqla əməliyyat etmişdik. Lətifə xanım bizə müraciət edəndə 128 kilo idi. O vaxt mən sizə əməliyyat etmədim. Bir neçə müddət çəki azaltdıq. Ondan sonra əməliyyat elədik. Hal-hazırda əməliyyatımızdan 7 ay keçib və xəstəmizin təxminən 20 kilodan çox çəkisini azaldıb. İndi bizə söz verib ki, daha da azaltmağa davam edəcək. Buyurun Lətifə xanım, siz də öz sözlərinizi deyin. Mən də Necə sizə sizə söz öz təşəkkürümü Sağ bildirirəm. olun. Sonsuz təşəkkürümü. Çox Daha sağ bir yox, bir adı. Çox Sonsuz sağ olun. təşəkkürümü bildirirəm ki, sizin kimi bir həkimə rastlaşdım. Necə deyərlər, ümidim sizədir. Mən TikTokda sizi gördüm birinci. Oğluma dedim. Sonra da gəldikdə siz də bizi Astaradan gəlmişsiniz. Astaradan gəldik. Sizin o mehriban həm maddi cəhətdən, həm mənəvi cəhətdən hamısından necə deyim də siz bizə kömək elədiniz. Halal xoşunuz olsun. Siz Çox sağ olun. öz zəhmətinizi bizə halal eləyin. Halal Allah xoşunuz sizi olsun. var eləsin. Həmişə siz olasınız. Allah sizin üçün də sizin nə arzunuz var hamısına Deyirəm, bax çatdırsın. əməliyyatdan qabaq gəzirdin, Yox, mən tərləyirdin, indi tənginəfəs deyirəm də mən sizə onlardan danış. mən də bir addım 2 metr yeriyirdim. Təngənəfəs olurdum. İndi pəsli kilometr yeriyirəm, təngənəfəsliyim yoxdur. Allah sizə həmişə var eləsin. Sağ olun. Bizim kimi Keçmiş olsun. xəstələrə də siz baxırsınız. Xəstələnməyəsiniz. Sağ ol. Sağ olun. Allah Çox siz- sağ olun.